Dırnaqarası adları müsəlman şəxslər Əhl-i Beytin başına nə oyunlar açdılar. Bütün qadınların əşyalarını əllərindən aldılar, çadırlarını hamısına od vurdular. Bir ümmət öz peyğəmbərinin balalarını görün nə günə qoydu. Bismillahirrahmanirrahim. Qul la əsəlukum aleyhi əcrən illəl məvaddətə fil qurba. De ey peyğəmbərim, mən sizlər üçün etdiyim peyğəmbərliyə görə sizlərdən nə muzd, nə əcr istəmirəm. İstədiyim yalnız məvəddə, yəni Əhl-i Beytimə olan itaət və onlara məhəbbət istəyirəm. Bu Allahın sözüdür ki, Hz. Peyğəmbər İslam bunu bizə çatdırıb Quranın vasitəsilə. Amma baxın, həmin o dırnaqarası adları müsəlman ümmət olan şəxslər Əhl-i Beytin başına nə oyunlar açdılar. Onlar hətta Hz. Hüseyin əleyhissalamın şəhadətindən dərhal sonra onun nə qədər ki Kərbalada çadırları var idi, o çadırlara hücum elədilər. Çadırda olan bütün qadınların əşyalarını, boyunbağı, sırğalarını, hətta təzə paltarların hamısını əllərindən aldılar və sonra da çadırlarını hamısına od vurdular. Əhl-i Beytə olunan zülmlər dünya tarixində bu dərəcədə olmamışdı ki, bir ümmət öz peyğəmbərinin balalarını görün nə günə qoydu. Bir ümmət Allah tərəfindən göndərilmiş yer üzərində Rasulunun, Nəbisinin, xəlifəsinin, ağasının, Əhl-i Beytinin başına, dostlarına və Zəhranın cigər guşəsinə, xanım Zeynəbə və onun ətrafında olan uşaqlara, qadınlara nə zülmlər verdilər. Tarixi Təbəri qeyd edir ki, Əbu Mixnəf İmam Sadiqdən belə nəql edir. Adamlar ənlik, bahalı paltarlar və dəvələrə tərəf gedərək onları qarət etdilər. Yəni qoşun Hz. Hüseyin əleyhissalamın xeyməsinə tərəf gedib onları qarət etdilər. Onlar İmam Hüseynə və karvanındakı ləvazimatlarına hücum edərək hətta qadınların üst başlarında olan paltarları belə çıxarmaq naminə onlarla mübahisəyə girir və əldə edə bildiklərini aparırdılar. Əgər baxsaq, Məzarul Kəbir 5-ci cild səhifə 453-də qeyd edilir. Əl-Bidayətu və Nəhayə, bunlar hamısı Əhl-i Sünnə əzizlərimizin tarix kitablarıdır ki, orada 8-ci cild səhifə 188-də qeyd olunur. Hümeyd İbn Müslimdən nəql etməklə qeyd olunur. Camaat İmam Hüseynin bütün mal və əmlakını öz aralarında böldülər. Hətta çadırlarda olan hər bir şeyi və qadınların təmiz paltarlarını da belə götürdülər. Və yaxud da ki, Əl-Əmali Saduq, yəni Əhl-i Beyt məktəbinin kitabıdır. İmam Hüseynin qızı Fatimədən nəql olunur ki, Ömər Sədin qoşunu çadırlarımıza daxil oldular. Mən o zaman balaca bir qız idim. Ayağımda 2 ədəd qızıl bilərzik var idi. Onlardan biri mənim ayağımdan həmin bilərziyi çıxardı və ağladı. Dedim, ey Allahın düşməni, niyə ağlayırsan? Dedi, necə ağlamayım? Axı mən Allah Rəsulunun qızının zinət əşyasını götürürəm. Dedim, elə isə götürmə. Əgər sən ki bilirsən ki biz peyğəmbər balasıyıq, bizim əşyalarımızı niyə qarət edib bizə zülm edirsən? Dedi ki, qorxuram ki məndən sonra başqası gələr və onu götürər. Onlar çadırlarda gözə çarpan hər bir şeyi qarət etdilər. Hətta üzərimizdə olan üst geyimlərimizi belə çıxardaraq apardılar. 228-ci səhifədə qeyd olunmuşdur. Və bundan başqa, əgər biz diqqət eləsək, tarixi Təbəridə Hümeyd ibn Müslimə nəql etdilər ki, Əli ibn Hüseynə, Əli Əkbərdən kiçik Əliyə yaxınlaşdı. O xəstə idi və yatağa düşmüşdü. Şimr Zilcovşan məlun piyadalarla birlikdə gəldi. Onlar dedi, bunu öldürməyək. Mən dedim, Subhanallah, uşaqları da öldürək. Bu ki bir uşaqdır. Mən davamlı olaraq bu işi görür və ona yaxınlaşan hər bir kəsi ondan uzaqlaşdırırdım və ilaxirə. Allahın inayəti ilə ağaz İmam Səccad burada sağ qalır. Və tarixlərdə həmçinin qeyd olunur ki, xanım Səkinənin, onda onun təxminən 4-5 yaşları var idi, üstünə bir zalım gəldi.
və onların gözləri o qədər qızmışdı ki, onlar qarşısında olan Peyğəmbər balalarının necə ah-nalə etdiyini görmürdülər. O əl atdı xanımın qulağında olan sırğalara və nəinki o sırğaları açıb götürdü. Hətta o kiçik Həzrət Hüseyn əleyhissalamın xanım balası Səkinənin qulağından dartdı, onun sırğalarını qopartdı və xanımın qulağını qan götürdü. Xanım söylədi ki, ey ərəb, sən niyə o Əl-Əkbər yadigarı hədiyyəsini mənim qulağımdan elə qopartdın? Elə sən onu mənə desəydin, mən çıxarıb onu sənə verərdim. Baxın, necə zülümlər eləyirlər. Bundan sonra çadırlara od vurulur. Sallallahu aleykə ya Əbə Abdullah el-Hüseyn və rəhmətullahi və bərəkatuh.